Mən Seymur Hüseynov, 4-cü yüksəliş müsabiqəsinin qalibiyəm. Hazırda mədəniyyət siyasəti sahəsində çalışıram. Qalib gələndən sonra iş həyatınızda dəyişən ən önəmli şey nə oldu? İş həyatında dəyişən bəlkə də məsuliyyət oldu. Çünki yüksəlişin qalibi olandan sonra işdə uğursuz olmaq çox çətindir və sən daima çalışmalısan ki, bu statusu təsdiq edəsən. Müsabiqə zamanı qazandığınız bacarıqlar gündəlik işdə və şəxsi həyatda işinizə yarayırmı? Müsabiqənin hər bir mərhələsi ayrıca bir formadadır və formatdadır və bu çərçivədə hər bir mərhələni keçdikcə sən yeni nəsə öyrənirsən. Bu idarəetmə metodları olsun, komandada işləmək bacarığı olsun, liderliyi ələ almaq bacarığı olsun. Əlbəttə ki, bu prosesin nəticəsində yeni alətlər və yeni baxış əldə edirsən. Bu da ki, istər iş həyatında, istər də ki, şəxsi həyatında kifayət qədər pozitiv bir dəyişikliyə səbəb olur. Sizcə nəyi bacarmadan yüksəlişdə qalib gəlmək mümkün deyil? Təbii ki, burada müxtəlif həm sərt, həm yumşaq bacarıqların olması və eyni zamanda ümumi biliklərin olması, orta məktəb səviyyəsində olsun, ali təhsil səviyyəsində olsun, çox önəmlidir. Ancaq düşünürəm ki, ən önəmlisi burada insanlarla işləmək bacarığı və kommunikasiya bacarığıdır. Siz digər insanlara təsir edə bilirsinizsə, digər insanlarla işləməyə bacarırsınızsa da, bu sizə qalib olmaqda çox böyük köməklik olacaqdır.